Yəni o nədir ki, kişi sürücülərdə daha üstündür, amma qadınlarda biraz çətin alınır. Bax onu istəyirəm bilim. Bəli. Başa düşdüm. Bəli, təbiət qadını zərif və reaksiyasını kişilərdən biraz zəif edib reaksiyasını. Mən bu barədə çox uzun illərdir fikirləşmişəm. Necə edək ki, reaksiyası zəif qadını, reaksiyası güclü olan kişiyə çatdıraq. İş orasındadır ki, belə bir şey var. Öncədən görməyin hesabına. Öncədən görmək nədir? Yəni qadını öyrədəndə ki, bax qabağında nə hadisələr ola bilər, oradan adam çıxa bilər, buradan maşın çıxa bilər. Sən bilməlisən bunu. Elə bir ki, o zəif reaksiyanı öncədən görmə hesabına kompensasiya edirik. Və mən sizə bir dənə maraqlı bir fakt deyim. Uzağı görməyən, burnunun ucundan o yanı görməyən, reaksiyası yaxşı olan kişidən qat-qat reaksiyası biraz zəif, amma yaxşı deməli uzağı görən qadın daha yaxşı maşın sürəcək. Çünki çünki reaksiya həmişə kömək eləmir. Reaksiya sükanı vurdum, bir dəfə alındı. Sükanı sağa vurdum, alındı. Üçüncü dəfə alınmadı. Şəhərdə o qədər maşın var. Amma öncədən görmənin hesabına, amma yenə də bir dənə axırıncı şey deyim. İki insan gəlibsə qəza eləyənə kurslara, yəni bilirsiniz də əsas leitmotiv nədir? Öncədən görməni öyrədirik. İki nəfər gəlibsə, reaksiyası güclü kişi və reaksiyası biraz zəif qadın, əgər ona ikisinə də öncədən görməyi öyrətmiş isə, hər halda kişi reaksiyası yaxşı kişi qadından yaxşı sürəcək.